İnsanlığın bitdiyi yer bax budur. Bəli, bəli. İnsanlığın bitdiyi yer. Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verir. Ər-arvad Fəxrəddin Əliyev və Kəbirə Əliyeva həmin nəqliyyat hadisəsində ağır yaralanırlar. Onlar çatdırıldıqları xəstəxanada dünyasını dəyişirlər. Fəxrəddin Əliyev və Kəbirə Əliyevanın oğlu anası xəstəxanada dünyasını dəyişdikdən yarım saat sonra heç olmasa atasını xilas etmək ümidi ilə onu Gəncə Beynəlxalq Xəstəxanasına aparmaq fikrinə düşür və onu təcili tibbi yardım maşınına qoyaraq ora aparır. Amma onu xəstəxanaya qəbul etmirlər, çünki müəyyən məbləğ ödəniş tələb olunur. Oğul çaşbaş qalır. Bu zaman onun böyük qardaşı Fəxrəddin Əliyev və Kəbirə Əliyevanın böyük oğulları xəstəxananın tələb etdiyi məbləği tapmaq üçün şəhərin canına düşür. Gedir, axtarır, pul axtarır ki, onun təcili tibbi yardım maşınında olan canla əlləşən atasını Gəncə Beynəlxalq Xəstəxanasına qəbul eləsinlər. Pulu tapıb gətirir, xəstəxanaya ödəniş edir və məlum olur ki, uzun müddət təcili tibbi yardım maşınında ağır vəziyyətdə gözləyən Fəxrəddin Əliyev dünyasını dəyişib. Bəli, elə təcili tibbi yardım maşınında.